Onda müəllimlər bizə deyir, get təkrarla. Necə təkrarlasın? Burada artıq mövzu düşür ortaya ki, necə təkrarlasın? Necə təkrarlasın? Yenə deyirəm, öyrənməyi öyrənmək lazımdır. Öyrənməyi öyrənmədən öyrənə bilərikmi biz? Mən həmişə nümunəsini çəkirəm. Bir dəfə evə blender almışdım. Mağazadan getdim, elektronika mağazasına alanda. Dedim ki, açaq yoxlayaq. Açdıq, yoxladıq, gördük ki, işləyir. Qoydum qutuya, gətirdim evə, evdə taxdım, işləmədi. Dedim ki, yəqin xarabdır, defektlidir. Ertəsi gün zaten zəmanəti var idi. Apardım mağazaya, yenidən elektronika mağazasında açdıq, baxdıq. Gördüm, yenə işləyir. Oradakı əməkdaş bunu açır, neyniyirsə işləyir. Deyirəm, mən bunu evə aparıram, işləmir. Mağazaya gətirirəm, işləyir. Nə məsələdir? Dedi ki, bunun o izah elədi ki, taxanda necəsə bir şəkildə fırlatmaq lazımdır, nə etmək lazımdır, kilidi var. O kilidləməsən, işləməyəcək təhlükəsizlik məqsədi ilə. Deməli, nə baş verdi burada? Mən burada nəyi anladım? Aparat xarab deyildi. Mən onu işlətməyi bilmirdim. Amma mən dedim ki, aparat xarabdır. Ağlıma gələn düşüncə o oldu. Biz həyatımızda hər zaman bunu eləyirik. Biz bir şeyi eləməyin qaydasını bilmirik, adını qoyuruq ki, bu alınmır, işləmir. Alınmır. Biz yadda saxlamağın qaydasını bilmirik, günaha atırıq beynimizin üstünə ki, mənim beynim zəifdir. Beynim kütdür, yaddaşım zəifdir. Yaxşı halda beynimizin üstünə atırıq. Pis halda Allahın davaya çıxırıq ki, buna yaddaş deyə vermirsən. O da var, o da var. Halbuki Allah verəcəyini verib ən yüksək səviyyədə. Biz onu işlətməyin qaydasını bilmirik. Yaddaş texnikalarının tarixi nə vaxtda dayanır? Yəni bu yenidir, köhnə metodlardır. Əslində yaddaş texnikaları çox qədim metodlardır. Yəni qədim Yunanlara gedib çıxır bunun əsası. İngilis dilində yaddaş memorydir, Latin dilində də o sözdən götürülüb zaten. Yəni memory sözü Latin dilindəki mnemonik sözündən götürülüb. Bu da qədim Yunan dilindəki yaddaş ilahəsinin adından götürülüb, mnemonikanın. Mnemonika yaddaş ilahəsinin adı idi və zaten bizim istifadə etdiyimiz texnikaların da özək adı mnemonik texnikalar adlandırılır. Qədim zamanlarda insanlar informasiyaları yadda saxlamaq üçün onlara nə informasiya lazım idi? İndi ədəbiyyatla məşğul olurlar. Şeirləri, poemaları, getdikləri yerləri, əkin-biçin zamanlarını yadda saxlamalıydılar. Bunun üçün yaddaş texnikalarından istifadə edirlər. Bunu yaratmışlar özlərində. Sonra zaman keçdikcə yazı kəşf olundu deyə, insanlar artıq bir yerləri yazmağa başladılar deyə yaddaş texnikalarını istifadə eləmədilər. Hələ ondan sonra orta əsrlər dövründə çap maşını, mətbəə icad olundu deyə ümumiyyətlə istifadə olmadı. Kitablar falan, nəşriyyat yarandı. Sonra 90-cı illərdə artan informasiya yükü səbəbilə bu yükün öhdəsindən qalxmaq məqsədi ilə yenidən yaddaş texnikaları gün üzünə çıxdı. Bunun da ilk təməlini atdı o vaxtda Einstein. O amma bunu bilinçli şəkildə, yəni şuurlu şəkildə eləmirdi, qeyri-ixtiyari şəkildə eləyirdi. Einstein'dən sual verdilər ki, ümumiyyətlə çox maraqlanırdılar ki, bu adam dahidir, 100 ilin ən böyük dahisidir. Biz bunun beynini bir araşdıraq görək, bunun beynində bizimkindən fərqli nə var? Deyirlər ki, biz sizin beyninizi icazənizlə siz öləndən sonra götürüb üzərində eksperiment aparaq. Einstein deyir ki, razıyam. Amma bir dənə şərtim var. Mən bir məktub yazıb qoyacağam. Həmin o məktubu mən öləndən sonra açıb oxuyarsınız. Hər şey sizə aydın olacaq. İnsanlar da, alimlər də razılaşır. Einstein öldükdən sonra beyninin üzərində eksperiment aparırlar. Hələ də Einsteinin beyninin bir parçası Avstriyanın Viyana şəhərində bir muzeydə xüsusi bir mayenin içərisində saxlanılır. Beyin üzərində araşdırma aparırlar. Baxıb görürlər ki, bu adamın beyninin digər insanların beynindən elə bir fərqli bir xüsusiyyəti yoxdur. Sadəcə həcmi biraz böyükdür. O da ki, normaldır zaten. Hər kəsin beynində həcm fərqi ola bilər. Amma eyni yarımkürələrdə, eyni hüceyrələrdə, sinapslarda, aksonlarda, dendritlərdə, neyronlarda bir fərq yoxdur. Einsteinin məktubunu açıb oxuyurlar, görürlər məktubunda yazıb ki, mənim beynimin sizinkindən heç bir fərqi yoxdur. Mən sadəcə olaraq onu işlətməyin qaydasını bilirəm. Xəyal gücümü istifadə edirəm. Çox, həm istifadə edib, həm də inanıb yəqin. İnanıb. Yəni Einsteinin həmişə dediyi bir söz var idi. Xəyal gücü bilgidən daha önəmlidir. Sonra 90-cı illərdə dünya yaddaş çempionu Tony Buzan, ilk o oldu zaten. Bu yaddaş olimpiyadalarını həm təşkil elədi İngiltərədə.
Və Tony Buzan zehin xəritələri deyə bir metod özü kəşf elədi, mind map deyə. Sonra yaddaş texnikalarını belə deyək, sistemləşdirdi, kitablarını yazdı. Ondan sonra təlimlərini keçməyə başladı. Yaddaş olimpiadaları təşkil olundu. Ben Pridmore var İngiltərədən, o ilk çempionlardan oldu. Yəni belə çox dünyada, əslində Avropada, dünyada çox geniş yayılmış şeylərdir bunlar. Ölkəmizdə ola bilər ki, yenidir, son 10 ildə daha çox aktivləşib. Ondan qabaq amma bütün dünyada uzun illərə dayanan bir tarixçəsi var.